Hörmətli tamaşaçılar, bugünkü müsahibimiz Qərbi Azərbaycanın Dərələz mahalının Keşkənd rayonunun Qaraqaya kənd sakini Qasımov Əli Zülfüqaroğludur. Əli dayı, neçənci ildə anadan olmuşsunuz və harda? Dərələzin Keşkənd kəndində Keşkənd rayonunun Gülücü Soveti Qaraqaya kəndindən 1935-ci ildən adam olmuş. Neçənci ilə qədər orada yaşamışsınız? Neçənci ilə deməli 85-ci il idi. 50 il orada yaşamışım. 1985-ci ilə qədər orada yaşamışsınız. Bəs necə oldu ki, siz doğma elinizi, ata-baba torpağınızı tərk elədiniz? Niyə tərk elədiniz? Axı orada siz eviniz, eşiniz, niyə qoyub gəldiniz? Evimiz, eşiyimiz ona görə qoyduq gəldik ki, erməni ilə rəftarımız tutmurdu. Ermənilər bizə yaxşı baxmırdı. Məsələn, rayona gedəndə uşağımıza, böyüyümüzə pis üz göstərirdilər. Uşağı tək buraxa bilmirdik. Oxuyan uşağımız gedib, qayıdıb gələndə erməninin içində iş vermirdilər. Hamısı besavat qalırdı falan böyümən. Ona görə də oradan çıxdım, gəldim Azərbaycanda yaşadım ki, uşaqlarım da burada oxusun, işləsin, burada da qalsın. Çox gözəl. Nə yadınızda qalıb o kənd haqqında? İlk xatirələriniz, uşaqlığınız necə idi o kənd? Bir necə təsvir edə bilərsiniz o kəndi? O kəndi, bizim Qaraqaya kəndi, o kəndlərin hamısından Dərələzin başı idi. Hamısından sapalı idi. 3 yerdən çayımız axırdı. Bir dərədən, bir o dərədən çay axırdı, bir böyük çay axırdı, bir çayda bu sağ tərəfdən, məsələn, Zəfər döyüş tərəfdən axırdı. Hamısı birləşirdi, bir böyük çay əmələ gəldi. Bizə suya ihtiyaç yoxdur, hər yan bulaqdır. Məsələn, Kəfşənə gedək, su götürək, bu söhbət bizdə yoxdur. Hara gelirdin? Bu dərəni aşanda o dərədə bulaqdır, o dərədən çıxanda o birisində bulaqdır. Ya heyvanata, ya insana hər yan suyudur. Yəni, çox safalığına safalıydı, amma erməni ilə əhlaşmır, erməni bizi yola. Yəqin ki, o kənd hamı qohum əqrabaydı da, insanlar yerdə yaşayır. Hamısı qohum. Kənddən məktəb vardı. Kənddə bir məktəbimiz vardı, qabaqsa tikilmişdi, yaxşı məktəbidir. Sonradan nətər oldusa, cəmaatın yarısı köçdü, nə oldusa, məktəb uçdu, dağıldı, getdilər kəndin ayağında 4-cü sinifə görə bir yerdə bir otaq. İbtidai sinif üçün məktəb. Məktəb tikilmişdi, bir dənə də ora kotej tipli bir məktəb tikilmişdi də taxtadan. Bilirlər, yaxşı yazıldı. Onda uşaqlarımız 4 etin orada oxuyurdu. 4-dən sonra geri Gülücündə 5-dən 6-ya, 7-yə, 8-ci sinifə qədər. Ondan sonra da bir 9 kilometr, 7 kilometr gelib Qavşıqda oldu. Qavşıqda 2 ildə cəmaat orada oldu. Çox əziyyət. Necə idi cəmaatın, insanların bir-bir orada münasibəti? Biz Azərbaycanla münasibəti onsuz da o kəndlərdə, bizim kəndlərdə orada ermənilər yox idi da, Azərbaycan olsa. Sülh Azərbaycan 8 para kənd. Cəmaat bir-biri ilə necə idi münasibət? Münasibətləri çox yaxşı. Xeyir şərləri hamısı bir yerdə, bir-biri hamı tanıyırdı. Mən deyirəm sana 8 para kənd edirsə, hamısı bir-birini nəfərini, uşağını hamısı ilə münasibətimiz yaxşı. Bax, orada yadınızda qalan, ən belə o qəlbinizə həkk olunan qalan bir hadisə, bir şey nə yadınızda qalıb? Varmı belə bir yaddaşınızda? Bir hadisə ki, məsələn, onu bizə bir danışasınız. Belə bir xoş xatirə və yaxud nəsə. Xoş xatirə deyəndə Qaraqaya o kətlərin gözüydü, hamısından xoşu. Məsələn, heyvanatımız otlamağa çıxanda, kətdən başlayırdı, elə götürü gedirdi, qaylağında elə hatlardı. O cümlədən də Qaraqayanın nətər deymişlər, 8 dənə dərman işləyirmiş qabaqsa. 8 dənə dərman. Amma çox kətlərdə məsələn 2 dərman, 1 dərman. Qaraqaya çox inkişaf eləmiş idi. Sonradan ermənilərin
nətərdir, bu pis üzündən, gözündən ötürü cəmaat dağıldı, bir dəyirman. Və onların hamısı mənim yadımdadır, Qaragəl azaldı, Xırda kəndi oldu. Baxdıq ki də dolanmırıq, biz də yavaş-yavaş kənddən çıxdıq. Qaragəl çox mənzərəli, çox sulu. Bax, sana deyim ki, elə yer vardı ki, yaylaqda 40 dənə bulaq bilcər yerdə. Bax, orada biz o adlara, yəni biz o toponimlər deyirik də. O yadınızda qalan o bulaq adları, dağ adı, nə bilim, hər hansı bir yurt yerləri, onlar haqqında yadınızda qalan hansı var adı ilə, nəsə var edirsiniz? Mən sadalaya bilərəm bulaqların adını. Deyin sadalayın, hansı bulaqlar var? Əli bulağı, Həsənin bulağı, Abcəlin bulağı, Nəcəfin Civilinin bulağı, oradan keçdi Almurad bulağı, oradan keçdi, getdi Hacı Məhməd Piçənin bulağı, İsa'nın bulağı, İsa'nın Piçənəyinin bulağı, Pırpır bulağı, Keçyasının bulağı, bulaq Saymanla tutarmır. Saymanla tutarmır, deyirəm, hələ ağ yarmanda yaylağımızda, cəmaat yerində. Başının üstündə qılva bulağı vardı, 40 dənəsi belə cərgələməkdir. Burada da sırtlamaq, orada da. Bu tərəfindən də bulaq axıdı, bu tərəfindən. Bir-birinə yaxın məsafədə. Bir-birinə yaxın məsafədə bax, o forma bulaq axırdı. Məsələn, siz körpəydiniz, o yaylaqlara, o ocaqlara getməmişdim. Amma mən getmişdim da, bax, o forma bulaq. O kəndlərdən kim, bu hörmətli insanlardan, ağsaqqallardan kimlər yadınızda qalır? Kim var? Kimlər vardır? Kənddə böyüklərdən, ağsaqqallardan Dədəqəli Rəsul Allah rəhmət eləsin. Ondan keçdi Əmin Hüseyin, ondan keçdi rəhmətli Əli, rəhmətli Ramazan. Bunlar hamısı bizdən böyükdür. Xudaməhət kişi, Şah kişi, ondan sonra Quliyev Vəli, Yahya, bunlar hamısı bizdən böyükdür. Hamısının yanında münasibətimiz çox yaxşı, çox. Artıq bilirik ki, orada insanların bir hissəsi, yəni zaman-zaman köçür. 68-ci ildə, ondan biraz əvvəl də köçən insanlar var idi da. Onların da səbəbi nə idi? Onları da ermənilər sıxışdırırdı. Hələ hamısını ermənilər sıxışdırırdı da. Dillərini bilmirdik, işlərinə gedəndə Türk deyib asılırdılar. Və yaxud uşaq ayrı gedəndə yığışıb erməni dağları sağa döyürdülər. Yaxşı, bugün dövlətimiz, prezidentimiz, dövlətimiz qarşıya məqsəd qoyub ki, Qərbi Azərbaycanlılar öz doğma yurtlarına qayıdacaq, sülh yolunda. Özümüz, öz yurt yerlərimizə qayıdıb orada yaşayacaq. Və bugün qayıdış olarsın. Siz ora getmək arzusundasınız, gedərsinizmi? Ürəyiniz istəyirmi? İndi görsə mənə deyirəm, vətəndir da. Əziyəm deyir, vətən yaxşıdır. Bir də kətər yaxşıdır. Gəzməyə qəribə ki, ölməyə vətən yaxşıdır. Vətəndə hamımız gedərdik. Təbii ki, kövrəlməyiniz onu göstərir ki, hər bir insanın qəlbində bir vətən sevgisi var. O vətən hissi var. Əlbəttə. Amma o ermənilərin üzrə getmək heç düzgünlər, heç. İndi inşallah biz gedəndə yəqin ki, orada ermənilərin sayı da biraz az olacaq və sülh müqaviləsindən sonra... Yox, erməni olsa içinə getmək lazım. Yaxşı da indi görək olur. Şəhəri xanım, siz danışın görün, bax bizim o Qaraqaya kəndində, Gülüdüzdə, bilirəm siz əslən Gülüdüzündəsiniz. Gülüdüz deyəndə bir başqa kənddə idilər, yaxın ərazi idilər. Bax, orada bizim xeyir işlər, adət-ənənələrimiz, bayramlar, bunlar haqqında, ola bilsin milli yeməklərimiz, necə hazırlayırdılar, cəmaat nedir? Bu haqqında nə danışa bilərsiniz? Valla çox hörmətli cəmaatımız hamısı. Hamının evində bayram olanda, hamı bir-birinin evində gedib heç olmasa bir tikə çörək yeməsəydik, aşından bir qaşıq yeməsəydik, küsürdülər bir-birlər. Qırmızı yumurta bəzənib uşaqlara paylanmasaydı, hamı narahat olur və falan kəsməyəm uşağıma yumurta vermədi. Nə gözəl, valla çox gözəl günlərdir kənddə, nə bilim. Bax, payızda bizdə orada qış çox olurdu, uzun müddət, 6 ay, 7 ay bəzən qış olurdu.
Ama insanlar bu kışın çıxartmaq üçün bir azıqə hazırlayırdılar. Nə hazırlayırdılar? Necə edirdilər ki, yaza qədər ondan istifadə edilsin? Niyyətlə qavurma qavurub qoyduq bir tərəfə, niyyətlə yarayıb qoyduq bir tərəfə. Bir uşağını bir nəfəsə töküb, təndirə çörək pişirib yığırdıq bir tərəfə, piş uzaları belə, nə lazımdır, onu alırdılar, yığırlar bir tərəfə. Hər bir şey, nə Yanacağı geliyor. Gene hamısı zapas giriydi de çok dağılır. Hamısını, hər şeyi, kartopuna göre, soğanına göre, yol bağlanırdı, çıxmaq oldu. Həm də axı yazda oranın bitkiləri, o sözdə geçən bitkilər, hamısı dərman bitkiləridir və istifadə olunurdu. Onları necə yığırdınız? Necə saxlayırdınız? Hansı formada saxlayırdınız? Gətirirdik, onu yığırdıq, qəşək qurudurduq, hörürdük, asırdık bir şalara. O qədər də maşırdık, bir şey görərək onun yadına gələr, qonşu. Asırdık, qurudurduq, yığırdık, toparlayıb saxlayırdık, qışda istifadə edirdik. Əriş domadı pişirirdik, aş pişirirdik, nə köküdü palısında isə hamısı dərman. Evet, xəstələnəndə bu zaman, indi əriş domadı dediyin yadıma düşür. İnsanlar gördün, soyuqluyurdular, xəstələnirdiler. Onlar nədən istifadə edirlər? Dərmandan yoxsa Dərman yoxdur, elə o pencalardan istifadə edir. təbii vasitələrdən istifadə edirlər? Hamısı da Çay yoxsundan, nə bilim, qəntəbə çiçəyindən, nə bilim, çoban yastığından belə yığıb qurudurduq, işte onlardan istifadə edirdik. Uşaq xəstələnib, gətirib çayını dəmləyirdik, yaxud pencarlarla omacını pişirirdik, qoyduq uşağın qabağına. Aha, gördüm, tərlədi, uşaq sağalırdı. Pencər deyəndə nəyinə Pencər deyəndə nəyinə Ələyəz pencəri, əvəli, şıqqır. Bəs bu bayramlar deyil, hansı bayramlar orada keçirilirdi? Ən çox Novruz bayramı, ən çox. Ha, neyini yediniz Novruz bayramında? Hansı yeməklər pişirildi, nədən hazırlanırdı? Köşək aş pişirirdik, aş pişirirdik, qovurmayla, nə bilim, kabab eləyirdik, əti olan, olmayan, heyvan olan kəsirdik, hər şey dedik. Yadınızda qalan bir hadisə, siz nə deyə bilərsiniz? Bəlkə yadınızda nəysə bir hadisə baş verir. Tutaq ki, ola bilsin ki, bu ermənilərlə bağlı olsun, ola bilsin başqa bir özünün var. Əlbəttə də, biz onu Azın söylüyoruz. əsərlər rayona getmişdi. O böyük pazarın yanına şamlardan tutub alır, yoxsa gəlirik, and olsun Allah. Onu gördük dalımıza çığırlar, hayır Türküz, hayır Türküz. Pomidorlar atılır dalımıza, pomidorlar atılır, ay Allah əsmərliyim ya. Bir-biri qucaqlayırıq, yapışırıq bir-birimizə ikimiz. İşte hər pazar yoxuşa qaçdıq, çıxdıq, aldı yuxarı. Dedim Əsmər, Allah'a olsun, Əsmərin sifətini tutub pomidora, inan Allah'a. Üstü başına, mənim sifətini tutub, daldan boynumuzun dalına, dağalaraq. Bir gündə bax, bu mahilləm yenə getmişəm rayona, bilmirəm, nəsə mağazinlərə girmişəm. Un verməyə girmişəm. Orada bax, mən belə elə bir ki, mən orada durmuşam, alver edəcəm. Bu mahillə məndən biraz aralanır, onun 8'də Yok 2'de 3 takıydı. orada durubdu, orada. Ora nəyəsə baxır. Birdən gördüm belə sataşdı ki, bir sürü dığa tökülübdü gedən başına. Elə az qallar ki, bunu yolmayalar, and olsun Allah'a. Yetirən əllərlə adını qoyduqlar, nə versin, polisi çağırmışdı. Yo benden soruştular ki hayır Türkçes dedim Türkçes. Ben de töküldü üstüme töküldü. Şimdi bunların ellerine alın da sen deyip bu uşaq niye deyip magazinçilərə de gelmemiştim. Ha, bu uşaq niye deyip Türkçes? Dedi siz hayır Türkçes soru verdiniz ben de dedim Türkçes. Haydi dedim size. Ermənilər adam. Edirmi ermənilər adam deyil. Evine gitmişik, bak bayan daima. Gittik kapıda oturanda 2 gelini var, 2 de oğul var evde. Ama hayatta oturmuşuk. Hiç çektim, bana neyse gitmişim. Hasan Bunlar Kemal. yakındı. Halise bunlara yakındı. Bunlar O kendindedir ha. Şadenin içinde. Hasan Kemal. Hasan Kemal. Arvadının kolundan alan apardı, bastı otağa, öyle gitti oturdu. Gelinin biri kaldı, teyze yanında, bir de ağır. Baktık elə fəcələ çəkdilər ki, bunu verirəm ağına. Onlar bu arvad utandı. Indi evime gəlib deyirlər, bizə gəlirlər. Hörmət görürlər. Hörmət görürlər. Fəcələt çəkdik. Buna dedi ki, bağışla da qanmadı, o getdi, gidi arvadını içəri. Ermənilərdə hayla çox şeylər görür. Erməniliyin göstərdi. Erməniliyin
Yaxşı, indi siz necə bir qayıdış var, biz indi qayıdacağıq. Nə baxsa, yaxın zamanlarda inşallah. Siz necə qayıtmaq istəyirsiniz? Elinizdən, obamızdan istəyir o gelirsiniz. vətəni, çox gözəl istəyir. O televizorda görkəzəndə heç özümü pis eləyirəm. O çiçəyi, o gülü, o çəmənləri, o bulaqları görəndə çox pis eləyirəm özümü. Gedib görmək istəyirəm, amma günərim yox. Hansı çiçəklər var idi orada? Adları. Nə rəng desəm, 10-12 rəng çiçək vardı. Nərgizi, Adları, hə. nərgizi, bənövşəsi, nə bilim yasəməni, nə bilim bir gül vardı dağlarda fikirdi. Sən sümbül. Sən sümbül. Sən sümbül, onu deyil. Sən sümbülü, bax o güllər, ha bax Ən gözəl rəng verərsin. bir qucaq yığıb əvə gətirər. Hamımız, qız gəlin hamısı. O şələklə, pencərlə bir qucaqda gül gətirir. Heç həyətdə ki, sən hayla güllər yox. O pencər deyirsiniz də, onları hardan yedirdiniz o Onu pencər? dağlarda. Hansı dağlardan, hansı yerlərdən? Yurt yerlərindən. Yerlərdən, Becəhlidən, Soğanlıdan, Bursa yurdundan, Ağyarğandan, Ağyarğandan, Silan Silan yurdundan. yurdundan, Ağqayanın döşlərindən, Keçkalasın döşlərindən, buralardan yığır. İnşallah Allah nəsib eləyəcək. Biz mütləq biz ora qayıdacağıq öz doğma vətənimizə. Çünki biz o torpaqdan, o sudan yaranmışıq. Yaşasaq gedib. Başqa cür mümkün deyil. Biz mütləq qayıdacağıq o torpağa, hamımız bir yerdə qayıdacağıq. Bu nərgizlə bizim nərgizin nə qədər fərqi var? Yox, şikilində var. Nərgizli, amma bizimki ayrı. Kərimdə də nəvələriniz var da, Allah saxlasın. Onlara, nəvələrə, sonra cavan nəsilə, orayla bağlı söhbətlər eləyirsinizmi? O laylalardan, o eşiğin başında dediyiniz o laylalardan onlara deyirsinizmi? Bizdə o vaxt Haçda da deyirlər, Novruz bayramında Haçdalar tuturdular. Bizdə yığılırlar başıma, nənə danışda, oradan danışıram, bilmirlər. Ay nənə, qəşəkdir ora deyirəm, çox gözəl, çox qəşək. Yox, qışı çox sərt. Hay bu gözəlliklərdən, hay bu günlərdən, hay deyirəm için. Bir də mən soruşmuşam, hamısı deyir ki, yaşlılar, tutaq ki, biz qayıtdıq. Bizim taykuşlar yoxdur axı. Yəni, qayıtsaq da kim görəcək buradayla biz? Yox, niyə? Yeni nəsil var, yeni nəsil böyüyür. Şükür, yeni nəslər şükür. Əlbəttə. Amma gördüyüm adamlar, o yaldan yenən rəsil, o yandan gələn Hüseyin, Ramazan, Xudamət yoxdur. Ağbirçəklər, şərabanı, tamaşa xala, Allah hamısına rəhmət eləsin. Heç biri yox. Onlar istəyərdim görəm. Mənim təxmini neçə yerdə, Azərbaycanın neçə regionunda sizin Qaraqaya cəmaatı yaşayır? Naxçıvan zonasında yerləşir, bir hissəsi Əznəbirdə var, Şərurda var bir neçəsi, Şəkidə var. Sonra əsas hissəsi isə Bakı ətrafında, Abşerondadır, Gəncədə var, Göygöldə var. Şəkidə. Yəni insanlar hamı kimi, bütün hamı dağılıbdır. Goranboyda. Goranboyda da var, bəli. Kim harda bir münasib yer tapırsa, mütləq orada yerləşir. Yaxşıdır. Ümumiyyətlə, kənd neçə evdən ibarət olur? Kənd 30 evdən ibarətdir. Əvvəl biraz çox olub, amma Çox olub, 60-70 ev olub. Amma sonraki dövrlərə 60-70 olub. 83-cü illərdən sonralara, təxminən 88-ə qədər təxminən 30 ev qalmışdı. Ancaq. Hə, təxminən 30 ev qalmışdı. Hətta yadınızdadır, kənddə məscid olmuş, düzdür, biz olmamışdı, amma biz köhnə o yaddaşlarda məscid yeri zad olmuydu. Məscid yeri o tutu yeri tikmişdi. Bəli. Orada kilisə yeri olub, bilmirəm, məscidi deyildi, kilisə idi. Yox, kilisə deyəndə Alban kilisələri. Orada var idi. O yer var. Orada yer var. Daşların üstündə şəkillər var. Bir də bizim qəbristanlıq var idi gələndə. Amma məncə orada həm Gülüdüzü, həm Qaraqaya o qəbristanlıqdan istifadə Hə, yox, Orada Gülüdüzün bir yer. qəbristanlığından su çıxırdı. Hamısı gətirib bizim qəbristanlığa. Hamısı orada bastırılır. Orada bizim qəbristanlığa. Özdə yadınızdadırsa bir adət var idi. Məsələn, Gülüdüzündə kimsə rəhmətə Hə, gedəndə biz başlayırdı orada qazmaq. oradan adam gəlməmiş, Qaraqaya cəmaatı Cəmaat orada var. burada hamı yığışırdı, qəbri qazırdılar, hazırlayırdılar ki, o cəmaat da bura heç kim qəbri
qazmaq üçün heç kim nə gəlməzdi, nə də gəlib deməzdi ki, Evlərin qəbirlər get lazımdır. bastırar. Bir xəbər çatırdı ki, burada deməli kimsə rəhmətə gedib, cəmaət özü, kəndin cavanları, gəncləri yığışardılar, qəbri qazardılar və o cəmaət birbaşa cənazələrini ora gətirirdi. Yəni belə bir adətənlər var. Bax, toy adət-ənənəsindən danışdınız. Ümumiyyətlə orada toylar olanda qara zorluqlardı da. Gəl. Aday balay da böyle Hə. o dərənin və yaxud sizin yerin çalğıçıları idi. Azay Kərimov, qardaşı Balay, bir də Hüseyin Qulu Qabaqlı kəndindən. Əsas Surxay. toylar, Surxay da vardı. Əsas toylar bunlardan. Bəs onlardan əvvəl kimlər olubdu? Ondan əvvəl də onun bu böyük qardaşı Əhməd, dədəsi Azayın atası da. Hə, Azagilin atası. Ondan sonra Azagilin böyük qardaşı Əhməd çox belə layıqlı çıxar. Toylar neçə gün davam edir? 3 gün. Əvvəllər 7 gün davam edirdi. Amma sonra da Sizin gördüyünüz neçə gün olubdu? 3 gün. 3 gün, bəli. 3 gün Amma olanı məndən mən də qabaq görmüşəm. deyilər. 3 gün. 7 gün. Kənddə əvəzin toyuydu, axırıncı və 3 gün görüyor. Abinin əvəzi. 3 gün toylar. Əlday, siz Qaraqayadan, Kəhli nənəmizlə, Gülü düzündən. Gözəl nənəmizi harda tapdın? Bizə tapdısan, harda bəyəndin? Harda bəyənməyim gözəl nənənin daim qızıdır. Hə, qohumsuz onda. Hə. Daim dedi kızım başkasına verirler. Verilməliyə. Elə əsgərlikdən gəldim. Allah sizə can sağlığı İndi versin. gör sana nə deyirəm. 58-dən evlənmişim. Bu zaman etin nə bizdə küsür olub, nə dava olub, nə qalmaqal olub, nə elə qonşunun belə nətərdir. Bu evə düşübdür, bu evdə də yaxşı. Maşallah olsun, ona görə də belə yaxşısan, cavansan, cavan sağlam. Yox, zavaqından qalmayıb beliməydi. Yox, maşallah yaxşısan, yaxşısan. Amma kəhlik yaxşıdır da. Kəhlik bir 5 yaş məndən artıq. Yox, elə bir-birinizə yaxşı baxmısınız, maşallah, ikiniz də yaxşısınız. Allah sizə can sağlığı versin, Allah sizə ömür versin Çox və sağ ol. sizin övladlarınıza biz təşəkkür edirik ki, onlar sizə, yəni, münasibətləri yaxşı olub ki, Üçü də. indiyə qədər, yəni belə... 2 də qızımız var. Hələ biri bizə Özün gəlinlər. turşuz göstərdim. Bura tüskülür, dur oradan otur, söhbət olmuyor. Oğlanlarım, qızlarım. İndi bilmirəm, bizim tərbiyədən götürürlər onlar elə olur, yoxsa elə özlərinin tərbiyəsi. Ailənin Ailə tərbiyəsindən. tərbiyəsindən. Ailə tərbiyəsi. Bax, gör sana nə deyirəm. 30 ildir bura düşdüyümüz 30-31 ildir. Bu qonşulardan soruşsun, bir əlinin nəfərindən, gəlinindən, qızından, oğlundan bir səs soraqsın, elmətər. Bax, nətər indi danışırıq, o formadan yaşamışıq. Ha, indi bilmirəm, mənlə kəhlinin tərbiyəsidir, yoxsa elə Təbii ki, uşaqlar. əlbəttə sizin. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, var olasınız. gəlin. Allah sizi qorusun, Allah Var sizi var olsun, eləsin. Allah ömür versin. Gənclərin də, bizim cavanların da gərək mütləq sizlərdən, siz kimi insanlardan bir örnək götürsünlər ki, bəs böyük, ağsaqqal, alırsa belə olmalıdır. Hamısı kənara, Bəli. səni gördüm, dünyanı gördüm. Elə bir İləsi Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Gör sana nə deyirəm. Allah onun torpağı sana ömür Bu versin. qucağımda uşaq çıxanda, irəsi gələndə də yerə qoyub qaçır. Bir dəfə Mahirə qucağımda, bir yaşında da qucağımda çıxıram. Həm qohumudur, həm də elə qonşuluqda mehriban. Bilirsən da, Nabi. Bax, o forman mehriban yaşamışam. Qız qucağımda suya sarı getdim yerdə, belə süzdüm ki, dəsi gözü qaramışam, çırpan var. Evet, yazıq rəhmət. Bir dəyərlər var da, odur da. Hamı bilir ki, o uşaq sizin. Amma böyüyə, bir ağsaqqala... Böyük yanında sağlamır da. Rəng gəldi biz deyəndə. Elə bilirdim orada mənim atamdır, Hüseyin də orada. And olsun Allaha. Hüseyndən nəsil qardaş. Allah rəhmət eləsin. Allah eləsin. Allah onlara qəm-qəm rəhmət eləsin. Şəri, ziba, elə bilirdim anam şərəmanı. Onu da gördüm gəl şəri, yanına dükan batar. Dedim ziba çıxarsın da. Çıxarda bilmir.